Bugünkü işimiz Azadlıq Bağçalı evlərdədir. Bax, bu gördüyünüz Novostroka binadadır. Ev sahibinin bizə müraciəti ondan ibarətdir ki, 2 ildir sosial şəbəkələrdə evini reklam eləməyinə baxmayaraq evini sata bilməyib. Mən də hal-hazırda gəlmişəm evin qiymətləndirməsini eləməyə. Yəni, evin real bazar dəyərini hesablamaq üçün gəldik əraziyə. Mənə elə gəlir ki, ev sahibinin səhvi ondan ibarətdir ki, aşağı kvadratlarla yuxarı kvadratların satışı eyni olmur. Yəni, bu binada, misal, 65 kvadrat mənzilin 1 kvadratı 4500 manata təmirli təklif olunursa, yəni bunu 150-160 kvadrata aid eləmək səhvdir. Böyük kvadratlarda həmişə qiymət aşağı kvadratların 1 kvadrat metrə başına olan qiymətindən fərq eləməlidir. Çünki böyük kvadratların müştərisi həm az olur, mərtəbəsi isə deməli yuxarı mərtəbədir, yəni orta mərtəbələr deyil. O da nəzərə alınmalıdır. Çünki binalarda ən çox arzu olunan 4-cü və 8-ci mərtəbələr arasında olan mərtəbələrdir ki, çox adam oradan almaq istəyir. Daha aşağı və daha yuxarı mərtəbələr nisbətən ucuz hesablanır qiymətdə kvadrat metrə başına. Səbəbini mən bilmirəm. Mən şəxsən binaların ən yuxarılarında ev almağı istəyirəm. Yəni, məsələn, mən bu binadan ev alsam, ən yuxarısını belə versələr istəyərəm. Çünki nəyə görə? Toz olmur, toz müəyyən səviyyəyə qədər qalxır olmur. Nə bilim, ağcaqanad, börtü böcək olmur. Sonra mənzərəsi yaxşı olur. Amma bu binada satışlar 4-8-ci mərtəbələr arasında daha aktual olur, nəinki 10 və daha yuxarı mərtəbələrdə. İndi isə gedirəm mən həmin mənzilin qiymətləndirməsini eləməyə və bu qiymətləndirmə xidməti bizdə Bakı şəhərində 100 manatdır. İstəsəz rəsmi qiymətləndirmə eləmək, rəsmi sənədlə qiymətləndirə də bilərəm, ancaq o zaman 100 manata eləyə bilmirəm. O zaman başqa bir dəyərdə olur qiymətləndirmənin pulu. Mənə elə gəlir ki, biz bu mənzili düzgün qiymətləndirsək və düzgün satış strategiyası qursaq, bu mənzil 2 ildir saytlarda qalan bu mənzil 3-5 gün ərzində satılacaq. Ya Allah, gedək.